Sevka, bəli. Bu setkanın içində nədir? Kulotun içində. O Vahidin ölçək oğlunu, niyə? Çünki doğma oğlu elə tərbiyə eləmirlər. Ölçəni də elə tərbiyə eləmək lazımdır. Nədir bu? Onun kostyumunun ufakovkasıdır. Neyəsən də eləsən lazım onun adına. Sonra o deyir ki, Lalə həmişə məruz qalanda neyəndə polisdən nə deyir o? Polisin yanında sərgələ aparır. O zaman o etika biləndə edirəm. Onlar danışmır, nə qələtlər edilmişdə qarşı. Sonra o Laləyə deyib yəni. Sonra Lalə sənə nə deyir? Kostyumu soruşdu. Nə demək? Bayım gedirəm. Biləkənlər düşürsə. Neynəmişəm o paltarları? Birini doğramışam. Özü baxır da sən kanalı. Kostyumunu doğramışam. Jiletini doğramışam. Ən çox jiletin kucuk elədim. Nəsə sonra kəsimsən. Sonra ağ sarışqasını attım zili qadına. Sonra qalçıqlarını kəssin. Sonra və evet, çok sağ. Biləkəndən yıxıla bilərsiniz. O soran deyir, o şeytan ayça. Düşdün mü? Şükürlər olsun sən Allah. Həmd olsun Allah'ım. Elə bir şey. Onun paltarını indi atanda şalvarı bütöv qalmışsa, onu attığın yerdə döndün, getirin öz zibilini atmağa. Orada nə gördün? Çəkərsən. Bəli, burada ikinci mərtəbə var. Birinci mərtəbə aşağıdır. İş yeri. Nə qədər? Buradan hamısını yemdir. Göyərçinləri səhər-səhər çörək tökür, 2 dənə deyir tökür. Nə deyir? O qadın deyir ki, mən şu rusları görürəm, elə heyvanları, dilsiz, ağızsız məxluqlar nə edirlər, rəhm edirlər onlar. Hamısını deyirlər, amma ruslarda görmüşəm. Azərbaycanlılardan orada heç görməmişəm. Sonra görməmişəm. Mən soruşum Azərbaycanlı. O qarğaları biz sökəndə pişiklərə yay vaxtı dağıdırdı o qabları, qışqırırdı ki, hökm edirdi daha doğrusu, onları aparın o tərəfə, nə deyirdi, dəli kimi nə deyirdi, qarğalar göz su içir, göy qarıldıyır, bu uşağı yuxudan durur. Əslində, o uşağı ilə özü gecə yatmırdı, bizi yuxudan oyardı. Niyə? Çünki mən uzananda yerimdə, nəysə, qapı açıq olurdu, gecə yarı 3-də, 2-də, 4-də gördüm o balkonda, uşaqların əzizliyirlər, nəysə, uşaq da özləri səs verir, nəysə, gəldik, çatdıq, nədir bu? 058 Pısı Klub. Bu nədir? Belə şeylər çəkirlər, yenə uşaq paltarlarının üstünə, aç gedər nəsə, burnu yekədir, nədirsə. Bu nədir? Pısı Klub. Nədir bura? Nə Pısı Klub? Nə olacaq? Hər halda nədir? Haram bir yerdir. Haram yerdir. Ay sağ ol. Və nəyi demək istəyərdim? Şalvarını kəsmədin ama. Niyə? Çünki heç olmasa ayağı olur da. Nə mənadır? Ayağı olur. Yəni ki, başı olmayırsa da ayağı ilə şalvar hissəsinə və nədir? Məsələ ondadır ki, hələ bir də bunu deyək. Babulanda məktəbi var. Bu bunun çıxışıdır. Giriş o bir tərəfdəndir. O bir tərəfdən görmür. Yəni buradan görünür, o başlandı. Bu şimdi girişdə şey yoxdur. Belə şey yoxdur, aparat yoxdur. Çıxışda var ama. Niyə? O gün nə dedim? Dedim, bu uşaqlar çıxanda niyə görə bu şeydən keçirir? Girişdə olmalı bu aparat. Dedi, oğlan belə qaldı belə. Sonra nə dedi? Dedi, valideynlər keçir buradan. Əslində uşaqlar keçir. Dedim, valideyn keçirsə, valideyn çıxanda o nə yoxlursuz, nəsə sonra
İçəri girəndə yoxlamaq lazımdır. Sonra onu deyirəm ki, bu da haram bir maşındır. Acaba haramla peyda olub. Haram olmaz. Niyə? Məsəl üçün elə bir şeylər var ki, məsəl üçün Murad əgər onun şalvarı ilə zibil qadına getməli. Niyə? Çünki o niyyəti pis o evlənibsə demək zina edib. Mənim qızımı da zina eləməyə təhrik edib. Bəli. Zina edib. Çünki qızım da deyirdi ki, o hamilə olundu. Mən nə soruşdum? Dedim ki, nəsə uşağa oğraşlıq öyrədi. Necə? Mən elə bir uşaq qarnında olanda bravo. Nə dedi? Neyse. Atadan nə öyrənirsə? Niyə dedin? Öyrənəcəksin. Nəsə, ata-ana nəsə öyrədirdi. Lalə ağzından bayaq söz çıxdı. Mənim qızımı zina eləməyə təhsil. Çünki məhəbbət yoxdur sadəcə. Bu itlər amma görünəcə gözəldir. Boşun, heyvan zina eləmir. Zina eləyəni 5 ildə artıq axır ki, Laləzə şükür Allah ki, ondan yatmır da onu onu neçə vaxtdır onun pastelindən qovur. Deyir ki, ancaq ağlayır. Mən niyə ərə verdir? Niyə mən buna gəldim? Ayın altısında gedir, deyir ki, ayın altısında niyə olur bu? Zina eləmək istəyəndə Murad nə deyir? Ayın altısında o söz deyir, o da nə deyir? Psixoloji deyir, nə hissənir, niyə? Çox bundan şeylər yadıma düşür Murad haqqında. Onun zinakar və müqəssir yox, cinayətkar, ağır cinayətkardır o sevinci. Ağır cinayətkar Muradın şalvarı getdi. Kiməsə qismət olacaq, qoydum. Sonra da zibil qadına da getdi, doğranmış kostyumları. Çox mübarək. Mən videomda onun geyinəsi şalvar, geyinəsi adama da ehtiyatlı ol. Sağ olun, mən yıxıla bilərdim. Ayağın altına bax şimdi. Ay Sevka, bəli, nəyə gəldin bura? Bir də niyə açdın yenə? Deyirəm ki, o maşın təhlində hələ paylaş, sonra bura yığışdır. İnşallah bir dənə Fatihə söyləsən. O maşın, bildikdə maşın haram, çox pahalı şeylər, israf bəndə. Çünki şeytan adama qardaş olar, Allahımız buyurur. Və şeytan olardan əl çəkməz. Sən təhqir üçün yox, haqqı təbliğ edirsən, davay.